Tanınmış aparıcı Vüsalə Əlizadə uzun müddətdir sosial şəbəkələrdə onunla bağlı yayılan iddialara nəhayət ki, münasibət bildirib. O, məsələ ilə bağlı açıqlamanı qatıldığı Pərvizə görə verilişində səsləndirib. Aparıcı haqqında son günlərdə yayılan əsas söz-söhbət onun xarici ölkədə, xüsusilə də Avropada istirahətdə olması ilə bağlı idi. Bildirildi ki, efirdə görünməməsinin səbəbi səhhət deyil, istirahət səfəridir. Lakin Vüsalə Əlizadə bu iddiaları qəti şəkildə təkzib edib. Mənim Avropa vizam yoxdur. Aparıcı açıqlamasına bildirib ki, onun ümumiyyətlə aktiv Avropa vizası yoxdur. Mənim Avropa vizam yoxdur. Bircə dəfə Avropada olmuşam, o da bir aylıq viza ilə Yunanistana getmişəm. Xəstəxanada bir həftə ərzində sağlamlığıma böyük məbləğ xərcləmişəm. Bu sözlərdən belə anlaşılır ki, səfər istirahət məqsədi deyil, məhz sağlamlıqla bağlı olub. Onun sözlərinə görə həmin vaxt ciddi tibbi müdaxilə və müalicə tələb olunub və bu həm fiziki, həm də maddi baxımdan ağır proses olub. Şayələrin yayılma səbəbi nə idi? Xatırladaq ki, bir müddət əvvəl səhhətində problem yarandığı üçün aparıcı bir neçə gün efirə çıxmamışdı. Məhz bu fasilə sosial mediada müxtəlif fərziyyələrin yaranmasına səbəb oldu. Bəziləri onun xaricdə istirahətdə olduğunu iddia edir, bəziləri isə vəziyyəti daha fərqli yozurdu. Bu hadisə bir daha göstərdi ki, ictimai şəxslərin həyatında baş verən ən kiçik dəyişiklik belə dərhal müzakirə mövzusuna çevrilir. Sosial şəbəkələrdə məlumatın dəqiqləşdirilmədən yayılması isə reallığa uyğun gəlməyən rəy formalaşdırır. İctimai təzyiq və şəxsi həyat sərhədi. Müzakirə olunan əsas məsələlərdən biri də tanınmış simaların şəxsi həyatına müdaxilə hədd edir. Aparıcının bir neçə gün efirdə görünməməsi onun şəxsi sağlamlıq məsələsi idi. Lakin bu boşluq dərhal xaricdə istirahət, gizli səfər kimi başlıqlarla təqdim olundu. Cəmiyyət olaraq belə hallarda daha həssas və məsuliyyətli davranmaq vacibdir. Xüsusilə sağlamlıq mövzusu insanın ən şəxsi və həssas sahələrindən biridir. Nəticə, Vüsalə Əlizadənin açıqlaması sosial mediada dolaşan şayələrə nöqtə qoymuş oldu. Onun sözlərindən aydın oldu ki, səfər və efir fasiləsi istirahət deyil, sağlamlıqla bağlı olub. Bu hadisə bir daha sübut edir. Məlumat təsdiqlənmədən yayılanda həm insanın nüfuzuna, həm də psixoloji durumuna təsir edə bilər. İctimai fiqurlar da ilk növbədə insandır və onların da şəxsi məkanına hörmət göstərilməlidir.